Seyid Əzim Şirvaninin Quşqıl xəmməsi. Oxuyaq birinci bəndini. Deyir, quşqıl, yəni sözün mənası nə deməkdir? Eşit. Eşit deyir. Eşit, quşqıl, ey ki, bilirsən özünü vaqif-i-kar. Yəni özü bilici bilirsənsə, aydınlıq bilirsənsə, agah ol, gör ki, nədir nalə-i ney, nəğmə-i tar. Nalə-i ney nədir? Ney. Neyin nəğməsi, yəni daha doğrusu neyin naləsi və tarın nəğməsi nədirsə agah ol, gör. Nədir o xüşk? Xüşk sözünün mənası çubuq deməkdir. Nədir o xüşk olan çubdə? Bu nalə-i zar. Yəni tar bir alətdir. Tarı bir növ ki, deyir, həmin çubuqda olan bu nalə, bu zar nədir? Biz hansı ki, tarı çalanda onun musiqi səslənməsi var ki, onu nəzərdə tutub deyir. Ki, sədasından onun qarət olur səbr-i qərar. Onun sədasından, yəni onun səsindən artıq səbrimiz qərar olur deyir. Açma sən pərdəni, hər pərdədə var 100 əsrar. Sən deyir, pərdəni açma, hər pərdəni açsan 100. Yəni 100 sir var deyir. 100 sir var pərdədə. Özünü işlərin bilicisi sanan, bu tərcüməsidir. İnsan qulaq as, neyin naləsi, tarın nəğməsini gör ki, agah ol, o quru çubuqda, dediyimiz bu tar, yəni tarda. Bu xəstə naləsi nədir ki, onun sədasından səbri qərarımız yoxa çıxır. Pərdəni açma, hər pərdədə 100 sir var. Dediyimiz kimi əsrar sir deməkdir. Sonra qoymaz ol tarı müğənni niyə ağuşindən? Ağuşindən yəni bir növ qucağındandır ki, hansı ki biz onu qaldırıb belə tarı tuturuq və sonra ifa edirik də, o mənadadır ki, ağuşundan, qucağındandır tarı müğənni niyə qoymur? Düşməz o xanə-bərəndazların duşindən. Xanə-bərəndazlar burada yəni pis insanları nəzərdə tutur. Hansı ki, misal üçün deyək ki, pis yeyənlər, burada məsələn ev yıxan mənasında verib. Əslində bir növ deməyim burada, kiminsə evini yıxan desək daha yaxşı olar. Deyir ki, o səs deyir, düşməz deyir o xanə-bərəndazların duşindən. Hoş ilə quş edə hər kimsə gedər huşindən. Hoş ilə quş edər, yəni ağıl ilə qulaq asan, öz deyir ağlından gedər, öz huşindən gedər. Pəmbəyi qəflət içək, sən dəxi can quşindən. Pəmbəyi qəflət, pəmbə nədir? Pambıq, qəflət, yəni həmindir o qəflətdən pambığı çıxarsan sən, bir növ qulağından həmin pambığı çıxarsan, sən dəxi can quşindən, çəkdirsən dəxi can quşindən. Yəni həmindir o pambığı çıxart ki, ta ki əsrarı nihanə olasan bərxudar. Nihan nə deməkdir? Yəni gizli. Əsrar sir deməkdir. Həmindir o pambığı sən çıxar ki, bu gizli sirləri bərxudar olasın, aydınlaşdırasan. Aydın olsun sənin üçün bu gizli sirlər. Tərcüməsində də həmçindir ki, o müğənni niyə ağuşindən tarı qoymaz, bu səsilə adamın evini yıxan çiynindən düşməz. Hər kimsə ağlı ilə qulaq assa, ağlı gedər. Sən qəflət pambığını qulağından çıxar ki, gizli sirdən xəbərdar olasan. Gəldik 3-cü bəndə. Tut bərabər dəmi İsa'yə müğənni dəmini. İsa Peyğəmbər. Niyə görə burada İsa Peyğəmbərin adı çəkilib? Biz bilirik ki, İsa Peyğəmbər ölüləri dirildən Peyğəmbərdir. Allah ona belə möcüzəvi bir fəaliyyət verib ki, İsa Peyğəmbər ölüləri dirildir. Burada da həmçindir ki, sən tut bərabər dəmi İsa'yə müğənni dəmini. Yəni həmindir nəfəsi İsa'nın, yəni müğənninin nəfəsini İsa'nın nəfəsinə bərabər tut deyir. İsa Peyğəmbərin nəfəsinə bərabər tut. Qılıb ehya özünü, seyr elə ruh aləmini. Özünü ehya elə, yəni özünü təsvir elə ki, bir növ təsvir elə, yəni sən özünü seyr aləmini, ruh aləmini təsvir elə həmin aləmdə. Ziri qəm olma, ziri qəm, yəni qəmin ziri olma, qəmin əsiri olma bir növ. Eşit nəğməyi zilli bəmini.
Yəni sən qəmin əsiri olmadan nəğməni hiss etməlisən, nəğməni aydınlaşdırmalısan. Bir növdür ki, yəni sən özün depressiyaya düşmə, orada nəğməni hiss et, nəğmənin səni necə canlandırmasını hiss et, onu eşitdir. Çəkmə aqilsən, əgər aqilsən, yəni sən bilicisənsə, ağıllısansa, aqilsənsə, dəhri müxalif qəmini bir növ yəni demək istəyir ki, hansı ki dünyada daha doğrusu qəm, kədər, yəni bir növ ki, orada depressiv şeylər varsa, dünyada təbii ki, olması normaldır. Sən aqilsənsə, əgər ağıllısansa, aqilsənsə, dünyanın qəmini çəkməməlisən, həmin kədərli şeyləri çəkməməlisəndir. Şuura gəl, yəni ağıllı ol, şuura gəl, nəğmə ilə çəkdir qəmi dünyaya həsər. Şuura gəl, yəni ağıllı ol, aqil ol, dünyanın qəminə sən hasar çək. Yəni biz bir növ deyirik ki, kimsə dərdə düşəndə deyirik ki, əşi, boş ver də bunları üstündən xətt çək getsin. O da şair də bizə deyir ki, nəğmə ilə deyir, dünyanın qəminə hasar çək, xətt çək bir növ. Növbəti bənd. Musiqi məclisinin əhli gərək, əhli bəsər. Bu nə deməkdir? Əhli bəsər nədir? Məsələn, biz nənələrimiz, babalarımız və s. danışır ki, ya da ki, analarımız, atalarımız deyir ki, filan kəs ağsaqqal dünya görmüş insandır. Onun təbii ki, çox təcrübəlidir də. Burada da bir növdə ki, musiqi məclisinin əhli gərək əhli bəsər olsun. Yəni görüb götürən, təcrübəsi çox olan, gərək ki, görə bilən insan olsun. Ta görə pərdə-i əsrarda yüz nəqşi şivər. Yəni deyir, həmin insan görməyi bacarsın ki, həmindir o pərdədə olan əsrar nə idi? Sir idi. Həmin pərdədə yüz naxışın sirrini görə bilsin, görsün yəni. Kim ki zövq əhli deyil, anı hesab eylə həcər. Yəni kim ki həmin musiqidən zövq ala bilmir, o həmin anı həcər, yəni daş hesab eləsin. Həmin anı daş hesab eləsindir. Ləhni Davud eləməz, növ cəmadatə əsər. Davudun deyir həmin səsi, növ cəmadatə əsər. Davudun deyir səsi, yəni ona təsir eləməyəcək. Ləhni Davud eləməzdir, yəni təsir eləməyəcəkdir. Məni ərbabı edər quş, suxən ey huşyar. Məni ərbabı edər nədir? Ərbab, yəni biz əsərlərimizdən də görürük ki, belə vəzifəli şəxslərə və yaxud da ki, ərbab deyir. Ərbab bir növ əslində böyük, yəni vəzifəcə böyük və s. bu mənaya gəlib çıxır. Deyir ki, məni ərbabı edər quş, suxən ey huşyar. Quş sıxan ey huşyar. Burada deyildiyi kimi də deyir, ey huşyar. Mənalı söz eşitmək insanı böyük edərdir. Mənalı söz eşitmək. Əslində burada bir növ nəğmə bağlı bir şeydir. Yəni ki, sənə əvvəlki misrada nə deyir? Deyir, kim kidir zövq əhli deyil, həmin anı daş hesab eləsin. Musiqi ilə bağlı da həmin musiqidən zövq ala bilməyən insan və həmin Davudun səsi cansız əşyalara təbii ki, təsir eləməz. Əlaqəsi yox, təsir eləmir. İsa Peyğəmbərin nəfəsinidir bərabər tut müğənninin nəfəsinə, bir növ səsini, nəfəsini. Amma burada belə bir şey demirdir ki, Davudun səsidir, ona təsir eləməz. Həmçinin ey hüşyar, mənalı söz eşitmək insanı böyük edir. Bir növ deyir, sən uyma, yəni başqa bir şeylərə və başa düş ki, musiqi, hansı ki bizim o dövrdəki musiqilərdən gedir söhbət, musiqi insanı pis yönə çəkmirdir. Zahida, Tanrıya bax. Zahida, yəni Allahı sevən insanlara deyilir zahid. Zahida, Tanrıya bax. Məclisi irfandır bu. İrfan yəni nədir? Bir növ irfan, yəni çox ağıllı insan mənasında. Ağıllı insanların məclisidir bu. Zahida, yəni ağıllı insanların məclisidir bu. Tar əsbabi mənahi demə. Yəni tarı deyir, əsbab-ı məna qadağan olunmuş alət demə, böhtandır bu. Yəni, sən demə ki, tar qadağan olunmuş alətdir, bu böhtandır deyir, elə bir şey yoxdur. Meyi gör, saqiyə bax, kövsər ılmandır bu. Mey bir ki şərabdır, saqi bir növ afisant kimi düşünək. Deyir ki, meyi gör, şərabı gör, yəni afisanta bax, bir növ şərabı bizə təqdim edən
təqdim edənlər nəzərdə tutur. Kövsər ılğınmandır bu. Kövsər nədir? Cənnətdəki bulağın adıdır. Onu nəzərdə tutur. Cümləsi pərtövü ruxsarəyi sübhandır bu. Bunların hamısı deyir, alqışlanmalı özün işığıdır. Bax, burada da deyir ki, bu cənnətdəkidir, bulaq və xidmət edənlər, saqi, yəni şərabı paylayanlar nəzərdə tutur. Meydə haqq nurunu gör, səhvinə qıl istiğfar. Yəni, sən deyir meydə, haqqın nurunu gör, səhvinə istiğfar qıl. Yəni, nə edir? Tövbə et, istiğfar elə, tövbə et, nəzərdə tutur. Şərabda haqq nurunu gör, səhvinə görə üzr istədir. Şeirdə fars sözləri var təbii ki, ona görə də çətinlik çəkə bilərsiniz. Burada həmin sözlərin açıqlaması da yazılıb, tərcüməsi yazılıb, amma məsələ sadəcə onu anlamaq lazımdır ki, şeirdə nədən danışılır, nədən bəhs edir, bunu sadəcə əzbər bilmək lazımdır testdə düz yazmaq üçün. Əsərin təhlilinə baxaq, deyir ki, qədim Yunan əsatirlərinin birində istedadlı müğənni Orfeyin oxuduğu gözəl nəğmələr yer üzündə nə varsa hamısına heyrandır. Yəni, bu hissənin bu şeirinə heç bir əlaqəsi yoxdur. Seyid Əzim Şirvanın ictimai məzmun şeirlərinin içərisində Qış Qıl müxəmməsinin ayrıca yeri var. Şair oxucunun musiqini haram, onu dinləməyi günah sayan mənəvi əsər təbliğatçılarının, zahidlərin boş əfsanə sözlərinə uymaması istəyir. Dırnaq içindəki mollalar deyildi, yəni onlar insanları uyutmaq üçün bu kimi yalanlar uydurublar. Sənətkarın fikrincə tar çalmaq, rəqs eləmək, riyakar, cəhalətpərəst ruhanilərin iddia edildiyi kimi günah deyil. İnsan musiqidən həzz almalı, musiqi alətlərindəki səsin mənasını, qiymətini, sirrini duymağa qabil olmalıdır. Şeirdə bundan danışılır. Şair öz fikirlərini əsaslandırmaq üçün İsa Peyğəmbərlə bağlı dini rəvayətə müraciət edir. Rəvayətə görə İsa Peyğəmbərin nəfəsində ölmüş insanı həyata qaytarma qüdrəti varmış. Musiqidə rəvayət edikdə, yəni İsa Peyğəmbərə Allah tərəfindən verilən möcüzədir bu. Musiqi də insan ruhuna, daxili aləminə möcüzəli təsir göstərir. Ona harada qalmışdı? Həzz alma bacaran insan ruhu yoxdur, o cansız eşya daş timsalıdır. Hədsiz zövq, xoş ovqat bəxş edir. Əruz vəznində yazılan Qış Qıl müxəmməsi əruz vəznində yazılıb, bəli, müxəmməs beşlik deməkdir. Beşlik necə? 5 misradan ibarətdir. 1, 2, 3, 4, 5. Digərlərdə həmçinin 5 misradan ibarətdir. Ona görə biz buna beşlik deyirik. Şeirdə alınma sözlər də az deyil, təbii ki. Amma bütün bunlara baxmayaraq çağdaş oxucu, yəni müasir oxucu bu əsəri maraqlı oxuyur və məzmunu barədə aydın təsəvvür qazana bilir. Yəni, əksəriyyət şeirlərimizdə fars sözləri olmasına baxmayaraq çətinlik çəksək də, təhlildə bu, həmçinin təhlildə yazılır ki, fars sözləri olmasına baxmayaraq şeiri oxuyan aydın başa düşə bilir. Yəni, təhlildə bu cümlə yazılıbsa və biz də testi elə götürməliyik. Buna səbəb əsərin yüksək sənətkarlıqla qələmə alınmasıdır. Elə iki misranın oxusundan başlayaraq fərəsinin hissə yaranır və s. Bunun həmçinin burada deyir ki, nikbin ovqat yaranır, yəni şeiri oxuduqda və bənddən bəndə ataraq sona qədər davam edir. Bunun ən mühüm səbəbi şeirdə ahəngdarlığın, musiqidə müşahidə olduğu qədər güclü, zərif ahəngin olmasıdır. Bu ahəng yaradan vasitələr isə çoxdur. Eyni səslərin təkrarı, təkrir, təzad, kəlmələrin həm qafiyə sözlərin yüksək zövqlə məharətlə seçilməsi bu qəbildəndir. Şeirin əruz vəzninin rəməl bəhrində yazılıb. Rəməl nə deməkdir? Rəməl dəvənin ağır-ağır yerişi kimi mənasını verir. Burada da yazılıb ki, məlumdur ki, rəməl sözünün bir mənası ağır-ağır, ləngərlənə yerimək anlamdır. Yəni, dəvənin ağır-ağır yerişi necədirsə də bu şeir bir növ elə oxunur. Qış Qıl yalnız həyəcanlı, emosional şəkildə yox, həm də təmkinlə oxunur və bu xoşa gələn özəl bir ahəngin yaranmasına səbəb olur. Əsas yadda saxlayacaqlarımız şeirin təhlili, əruz vəzninin rəməl bəhrində yazılması, müxəmməs janrındadır təbii ki. Ümumi qeydlər nədir? Əsər əruz vəzninin rəməl bəhrində, lirik növdə, təbii ki, müxəmməs janrında, beşlik şeir şəklində yazılıb, şeir vahidi də bənddir. Əsər klassik poeziyalarına əsasən yazılıb, əsərdə alınma sözlər işlənsə də məzmunla bağlı aydın təsəvvür qazanmaq olur. Yenə də deyirəm, təhlildə deyir ki, alınma sözlər olsa da biz bu şeiri oxuyanda çox gözəl, aydın şəkildə başa düşürük, təhlildə belə verir.
Şair oxucunun musiqini haram, onu dinləməyi günah sayan mənəvi əsər təbliğatçılarının, zahidlərin boş əfsanə sözlərinə uymamağa səsləyir. Sənətkarın fikrincə tar çalma, rəqs etmə, riyakar cəzbəsi ruhaniyyə iddia etdiyi kimi günah deyil, bunu dedik. Şeirin dili qəlizdir, alınma sözlər işlənib, amma oxucu üçün aydındır, yəni başa düşür. Müəllifin ictimai məzmunlu şeirlərinə aiddir. Deməli, bu şeir ictimai məzmunlu şeirdir. Çünki burada yəni, ciddi bir fikirlər irəli sürür. İlk misradan başlayaraq oxucudan nikbin ruh yaranır və sonuca davam edir. Yəni bu şeir necə şeirdir? Nikbin şeirdir, yadda belə saxlayırıq. Lirik qəhrəmanın sona doğru ovqatı kədərli notlar üzərinə köklənir. Lirik qəhrəman sona doğru kədərlənir fikri yanlışdır. Axı biz şeirdə dedik ki, nikbin şeirdir. Nikbin şeir isə heç vaxt kədərli olmaz. Zildə olan səs tanrıya daha çox yüksələ bildiyi üçün belə bir şey yoxdur şeirdə. İctimai məzmunlu olan bu şeirdə musiqidən zövq almağa çağırış var. Bəli, şair öz fikirlərini əsaslandırmaq üçün dini rəvayətə müraciət edir. Musiqini başa düşməyənlər daş timsalında, bəli, orada deyir ki, həcər daş deməkdir, şeirdə deyir. Düzdür, insan musiqi aletindəki səsin hikmətli sirrini duymağa qabil olmalıdır. Bəli, deyir ki, 100 əsrar deyir, 100 əsrada naxış var deyir, onu başa düşmək lazımdır. Müxəmməsdə Arfeyin oxuduğu gözəl nəğmənin, xeyr, Arfeydən ümumiyyətlə şeirdə danışılmır. Kimdən danışılır? İsa Peyğəmbərdən danışılır və Davudun səsi deyir, cansız əşyaları təsir eləməz, onu deyir. İlk misradan başlanan nikbin ovağı sona qədər davam edir. Baxın, burada nə deyir? Deyir ki, ilk misradan başlanan ovağı sona qədər gedir. Şeirin yazıldığı bəhir məzmuna uyğunluq baxımından uğurludur. Yəni, ərz vəzni rəməl bəhrindədir. Bir növ şeirin ahənginə uyğundur. İsa, Davud kimi dini şəxslərin adı çəkilir. Müğənninin səsini İsa'nın nəfəsinə bərabər tutmaq vurğulanır. Müğənninin səsi Davud Peyğəmbərin səsinə bənzədilmir. Xeyr, İsa Peyğəmbərin səsinə bənzədilir. Əsər bəhrin tələbinə əsasən yalnız heyecanlı və mesaj şəkildə yox, həm də təmkinli oxunur. Mənəvi əsərə təbliğçilərinin uymamaq təbliğ olunur. Bəli, musiqidən həzz almağı bacarmayanlar ruhsuz kimi təsvir olunur. Bəli, çünki deyir ki, daş olarsan, deyir. Əsərin, yəni daş kimi də bir növ, əsərin oxusunda başdan sonuca nikbin hiss olunur, bunu dedik dəfələrlə. Tara atılan böhtana səssiz qalmayan müəllif tarı günahların səbəbi kimi adlandırmamağa çağırır. Yəni deyir ki, taradır, qadağan olmuş alət demə deyir, böhtandır bu. Mahnıya ağlı ilə qulaq asan ağlından gedər. Meydəki haqq nurunu görüb tövbə etməyə dəvət olunur. Bəli, bu son bənddə var. Aqil insanlara bu dünya dərdini çəkməmək tövsiyə olunur. Bəli, əgər deyir aqilsənsə, bu dünyanın qəminə deyir, hasar çək. Gizli sirlərin əyan olması üçün qəflət pambağını qulağından çıxarması söylənir. Bəli, musiqi məclisinin əhli bəsər olsun, yəni bayaq da deyib biz bilici olsun, dərk eləməyi bacarsın. Mahnı ilə dünyanın qəminə hasar çəkmək lazımdır. Müəllif əsərdə xadimlərinə müraciətlə yazılmışdır. Əsərdə musiqini haram sayan ruhanilər satira hədəfinə çeviriblər. Belə bir şey yoxdur. Qəmin əsiri olmamaq təbliğ olunur. Bəli, şeirdə Zahidə xitab edən deyir ki, ey Zahida, Tanrıya bax deyir. Müəllif musiqi məclisi İrfan məclisinə bənzədir. Ona məsləhət görür ki, Tanrı günahların səbəbini deməsin. Hər pərdədə 100 sirlərin olduğu vurğulanır. Bəli, şeirdə ana layləsinə yer verilmir. Elə bir şey danışılmır ümumiyyətlə. Müxəmməsdə musiqinin insan ruhuna, daxili aləmdə möcüzəli təsir göstərməsi ifadə olunur. Bu da düzdür. Burada müraciət olundu. Son bənddə dedik ki, son bənddə Zahidə müraciət olunur. Şeirin dili çətin olsa da, burada əsas anlayışı dərk eləmək lazımdır ki, şeirdə nələrdən danışır və nələrdən danışılmayıb, bunu mütləq yadda saxlamaq lazımdır.